Salam əziz insanlar. Bu videoda mən dişlərin sağlamlığı haqqında danışmaq istəyirəm, öz təcrübəm əsasında və öncədən bildirmək istəyirəm ki, mən nə bu sahədə mütəxəssis deyiləm, nə də ki diş həkimi. Sadəcə öz həyatımda yaşadıklarımı danışacağam və ümid edirəm bu sizin üçün faydalı olacaq. Mənim həmişə dişlərimlə problemlərim olubdu, sağlamlıqla bağlı narahatlıqlarım olduğu kimi. Amma heç vaxt bunları bir-birindən əlaqələndirməmişəm. Çünki bizi axı həmişə öyrədirlər ki, orqanizm bir neçə dənə hissəyə bölünür. Ona görə də gözlə bağlı problemlərlə göz həkiminə müraciət eləməlisən, dişlə bağlı problemlərinlə diş həkiminə, ürəklə ürək həkiminə, böyrəklə böyrək və s. və ilahir. Və bunların bir-birindən əlaqəli olduğu haqqında heç vaxt danışmırlar bizə. Ona görə də təbii ki, mən də bilmirdim və daimi olaraq, yəni dişlərimlə bağlı həkimlərə müraciət eləyirdim. Onlar da ki, əsasən ya çəkirdilər, ya nervisini çıxardıb qapaq qoyurdular. Və elə köhnə yaşadığım bir dövrdən bir neçə dənə dişlərim var ki, gah qapağı düşəcək indi, gah yəni yeyilib təmiz pis vəziyyətə düşübdür deyən, yəni yenə ya plomb qoyulmalıdır, ya yenə qapaq qoyulmalıdır və s. Mənim ön dişlərimə fikir versəniz, onlar əyridilər və üst dişlərimdə eynən onlar kimi idi. Ona görə də mən vaxtında 2013-cü ildə bununla bağlı çoxlu kompleks yaşadığım üçün görünüşlə bağlı sağlam olarkən, yəni onları nervisini çıxartdılar və qapaq qoydular. Yəni özüm bu addımı atdım. Bəzən peşmançılığını çəkirəm, amma nə etmək olar? Bu mənim üçün bir təcrübə və dərs oldu. Sağlam dişlərimi, yəni belə bir şeyə əvəz eləməyim. Yəni həmin dövrdə mən qaçış, gizlənmək, gizlətmək kimi bir yanaşmalarım olduğuna görə bu yolu seçdim, bu qərarı verdim. Əslində, yəni onları düzəltdirmək də olardı, yəni bir araşdırmaq da olardı. Yəni ciddi yanaşmadım bu məsələyə. Ona görə də o dişlər 10 il gedəndən sonra daha sonra yenə 2 dişim, sağlam dişim dəyişildi də, belə deyim. Onların vaxtı çatmışdı. Nəysə, bu məsələ nə vaxt çözülməyə başladı? 2019-cu ilin sonlarında mən qida pəhrizimi dəyişdim. Və bundan sonra, yəni mən başa düşdüm ki, orqanizm bütövdür və buradakı bütün proseslər bir-birindən sıx əlaqəlidir. Nə vaxt mən başa düşdüm ki, özünə uyğun olmayan məhsullarla qidalandığın zaman bir çirk yaranır bədənində. Bədən o çirkdən xilas olmağa çalışır müxtəlif vasitələrlə. Əgər normal sistemlə bu çatdıra bilmirsə, ya burunla, ya qulaqdan, ya dişdə şişkinliklər başlayır baş verməyə. Ona görə də bədənini təmiz saxlamalısan, ona görə də onu bədəninə uyğun olan məhsullarla təmin etməlisən. Və nə vaxt ki, mən başladım artıq aralıqlı orucu tətbiq etməyə, müxtəlif detokslardan bədənimi təmizləməyə, öz bədənimə uyğun qidalanmağa, doğru məhsullarla təmin etməyə ondan bəri mən dişlərimlə bağlı heç bir problemlər yaşamıram. Köhnə məsələlər istisna olmaqla, yəni nəysə plomb düşdü, plombu taxdım o köhnə dişimə, ya da ki qapaq düşdü, qapaq boşaldı, qapağı təzədən qoydular ora və yaxud da bu bayaq öncə dediyim bir məsələ ilə bağlı. Digər dişlərim hansılar ki qalıblar, nə ağrı, nə çirk, nə bilim karies, başqa bir problemlər, zətlər dişlə bağlı. Sözümü nəyə gətirəm əziz insanlar? Hətta onu vurğulamaq istəyirəm ki, yəni indi ağız təmizliyi falan o başqa məsələ, indi yaxalamaqdır və yaxud da diş söpündən istifadə eləməkdir və yaxud da şotka ilə təmizləmə eləməkdir qıraqlarını, o başqa məsələ, diblərini falan. Heç pastadan belə istifadə etmirəm mən. Və yəni məsələn də bilirəm ki, başa düşürəm ki, onların da naturalnisi var, təbiisi, organik var falan. Yəni məsələn yoldaşım istifadə edir. Şəxsən özüm heç ondan belə istifadə eləmirəm. Çünki sağlamlığı verən dişlərinə pastalar deyil.
O boş söhbətdir. Onların əksəriyyəti sadəcə gözdən pərdə asmaqdır. Ki, ağardıcı effektini daşısın ya da nə bilim nə. Onlar boş söhbətdir. Sənin dişlərinin ağlığında deyil sağlamlığın. Damaqdan söhbət gedir. Sənin damağın sağlamdırsa, sənin dişlərin də sağlam olacaq. Damağın da ki, orqanizmanın bir hissəsidir. Orada qan dövr eləyir və əgər orqanizman təmizdirsə, əgər onu doğru maddələrlə təmin eləyirsənsə, doğru qidalanırsansa, sağlamdırsa sənin bədənin, dişlərin də sağlam olacaq. Prosto bilirsiniz necədir? Bu məsələ başayaqdır deyən. İnsan məsələn deyir ki, mən özümü sağlam hiss edirəm, amma dişləri tökülür. Dişlərimlə problemim var. İnsan deyir ki, mən özümü sağlam hiss edirəm, sağlamam, amma saçları tökülür. Saçlarımla problemim var. İnsan deyir ki, mən sağlamam, amma baxırsan üzü başı, yəni hər hədə bir cür çıxır o üzə. Başa düşürsünüz? Yəni orqanizm bütövdür. Əgər sənin orqanizmanın, bədəninin hər hansısa bir hissəsində problemin varsa, bu deməkdir ki, daxildədir problem. Hər hədə bir cür çıxır bu üzə. Bu genetika ilə bağlıdır, bu yəni əcdadlarında da belə bir problemlər olubdur, yaxın qohum əqrabalarında da belə bir problemlərin olubdur. Məsələn, məndə qaraciyərdə idi belə bir məsələlər. Kimdəsə böyrəkdə ola bilər, kimdəsə ürəkdə ola bilər. Əgər sən bədəninə baxırsansa, qidalanmana fikir verirsənsə və qidalanmana fikir vermək deyəndə və yaxud da orqanizmanı doğru maddələrlə qidalandırmaq deyəndə mən müxtəlif qidalanmadan falan danışmıram. Mən sağlam qidalanma deyəndə, sağlam pəhriz deyəndə mən demirəm ki, sən mütləq avokado yeməlisən, tapılmayan bahalı bir şeylər yeməlisən. Xeyr, mən sağlam qidalanma deyəndə, sağlam pəhriz deyəndə mən birincisi aralıqlı orucu nəzərdə tuturam. Yəni rejimli qidalanmanı nəzərdə tuturam həmçinin də. Yəni vaxtında səliqəli nə gəldi, harda gəldi, necə gəldi ağzına tıxamamağı nəzərdə tuturam. Bax budur sağlam qidalanma. Ondan sonra əgər sən bədənini təmiz saxlayırsansa və özünə uyğun, bədəninə uyğun məhsullarla daha çox üstünlüyünü qidalanırsansa, orada həm təmizlik olacaq, həm səliqə-səhman olacaq, immunitetin güclü olacaq. İmmunitetin güclü olduğun üçün də sənin hər hansısa bir hissəndən problemin olmayacaq. Yəni bu bədənin üzərində işləməkdir. Bu təməl əsasdır. Bax bundan danışıram mən. Məsələn mənim öz qızımda belə, məsələn arxadan diş çıxırdı. Onu məsləhətləşdim həkimlə, amma vermədim onun əlinə ki, çıxartsın. Çünki təbiət ağıllıdır. Hər bir şeyin vaxtı var. Mənim öz dişlərim gördüyünüz. Anam vaxtında çıxardırdı onu. Hədsiz tez ki, ona həkim demişdi ki, yəni vaxtında çıxartmasan uşağının dişləri əyri olacaq. Nə ağrılardan keçmişəm də mən təsəvvür edin və nəticə var belədir. Başa düşürsünüz? Yəni təbiət özü ağıllıdır. Təbiət özü müdrikdir. Ona inanmaq, ona güvənmək gərəkir. Və bu qidalanma tərzimi dəyişməyim, naturopatiya kitablarını oxumağım buna mənə əsasən öyrətdi. Məsələ onda deyil ki, sən hansısa bir məhsulu tamamilə yığışdırmalısan həyatından, tamamilə yeməməlisən və s. Məsələ var bir şey bu veganlıqda, vegetarianlıqda və s. deyil. Onların bir çoxsu o insanların heç bədənindən xəbərləri yoxdur, onun işləmə funksiyasından xəbərləri yoxdur. Mən bu yanaşmaya doğru yanaşmıram şəxsən. Düşünürəm ki, sənə bir bədən verilibdir, sən onu araşdırmalısan və özünə uyğun qidalanmalısan doğru şəkildə. Sadəcə doğru şəkildə. Bunu rejimli şəkildə etməyin kifayətdir ki, sənin immunitetin güclü olsun. Baxım tələb edir. Bu sənə verilibdir, ən birinci bir şeydir. Nə ki, sənə verilibdir və o baxım istəyir sadəcə. Bu videonun nəticəsi. Əgər burada danışdıqlarımın hamısını cəmləsək, qısa olaraq nə demək istəyirəm? Orqanizm bütövdür və burada baş verən hər bir şey bir-biri ilə əlaqəlidir. Əgər dişlərinizdə problem varsa, əgər ağrıyırsa, əgər yəni çəkinməlidirsə, düşünürsünüzsə, nə vaxta qədər ki, onun nervisi çıxmayıbdır, o dişi sağaltmaq olar, o dişi müalicə eləmək olar. Problem əsasən damaqda olur. Damaq müalicəsi olsun, təbii otlarla, təbii yəni vasitələrlə təbii ki və qida pəhrizini dəyişməklə, yüngülləşməklə. Hər bir halda nəsə bədənlə bağlı
problem yaşadığınız zaman oruc çox köməkli eləyir. Heç nə yeməmək. Bir ağzını saxlamaqda bir dişim ağrıyır. Bir saxlamaq ağzımı. Boğazım ağrıyanda həmçinin, burnum tutulanda həmçinin. Bunlar hamısı işarədir ki, sənə oruc tələb olunur. Sənə təmizlənmək tələb olunur. Nəfəs al. Bir tıxam ağzına heç nə. Və əsas məsələ yəni burdadır. Nə vaxt insan sadəcə bir gün, 2 gün prob eləsəniz görəcəksiniz ki, bu sovruldu, getdi. O, deyəsən çəkdirməyə ehtiyac qalmadı. Deyəsən başqa heç nəyə ehtiyac qalmadı. Çünki çirk toplanıbdı orada. Kimdəsə qulaq da toplanır, kimdəsə göz də toplanır, kimdəsə başqa bir hissədə. Çirkdir. Nə vaxta qədər ki, gözdən pərdə alsın, bunu çıxardım ya da nervisini çıxardım. O bitmir ki. Elə bilirsiniz onunla bitdi. Başqasına tərəf gedəcək o çirk. O çirk çünki sənin bədənindədir axı. Və yaxud da lap çıxartdılar çirklə falan birlikdə. Seravno eyni qida tərzin, həyat tərzin həmən bir nəticəyə gətirib çıxardacaq. Başa düşürsünüz. Və gənc yaşlarında sən tamamilə bütün dişlərin artıq özünə aid olmayan olacaqlar. Mən çox təəssüf edirəm zamanımda belə bir səhvliklər buraxdığım üçün. Amma çox şükür edirəm ki, başa düşmüşəm bunu artıq və daha dişlərimlə bağlı problemlər yaşamıram. Əgər də nə isə olarsa, mən bilirəm ondan necə onu müalicə eləmək və yaxud da necə ondan qurtulmaq. Hər birinizə sağlam dişlər arzuluyuram, əzizlərim, və ondan daha çox da onların qədrini bilməyinizi arzuluyuram sizə. Həqiqətən də yəni öz dişinin yerini heç nə vermir. Bu çox önəmli bir məsələdir. Və bədən özünü müalicə eləyir. Bunu dərk etməyinizi istəyirəm. Çox müdrik bir orqanizm bizə verilibdir və əgər nəsə bir ağrı hiss ediriksə, o elə belə yerə deyil. O nəsə bir işarədir. Xəstəlik bizim həyatımızı məhv etmək üçün gəlmir. Dəfələrlə bunu demişəm. O gəlir ki, nələrsə bir dəyişikliklər baş versin. Bizim həyat tərzimizdə, bizim qida tərzimizdə, bizim o bədənə yanaşmağımızda, davranışlarımızda, ümumiyyətlə həyatımıza qarşı da elə həmçinin. Bədən bizə verilən ən birinci bir maddi bir şeydir. Hansına biz baxmalıyıq, hansını biz qorumalıyıq. Sağlamlığın olmayan bir şeydə heç nəyin mənası yoxdur. Heç bir şeyin. Bu ən birinci bir şeydir. Hansı baxım tələb eləyir və hansının vasitəsilə sənə mesajlar göndərilir. Diqqət. Sırası ağrı hiss eləyən kimin diqqətin ora baxır. Diqqət istəyir. Əgər sorğuluyursansa ki, niyə bu mənimlə baş verdi? Bu mənə nə demək istəyir? O zaman bəlkə də cavablar açılacaq sənə. Böyük ehtimal açılacaq. Yox, əgər sən bunu görmək istəmirəm, gedim görüm aptekdə nə satırlar buna qarşı, o zaman sən gözdən pərdə asırsan və görmək istəmirsən. Allahın sənə göndərdiyi bir mesajı qəbul etmək istəmirsən. Bax belə, bəlkə də bu videonun özü də bir mesajdır sənin üçün, sizin üçün, əzizlərim. Ümid edirəm doğru zamanda doğru ünvanlara çatacaq və faydalı olacaq. Hər bir halda bu niyyətlə çəkilibdir. Sağ olun, təşəkkür edirəm izlədiyiniz üçün. Özünüzə yaxşı baxın. Özünüzə.